Bəs yaxşı, niyə? Ölümüzü necə bastıraq? Quran gəlməmişdən əvvəl Məhəmməd Peyğəmbər həmin o Quranı insanlara çatdırmamışdan əvvəl necə bastırırdılar? Fərqli mi bastırırdılar? Ayaq üstə mi bastırırdılar? Yoxsa havaya mı atırdılar yandırıb? Yəni bunların heç biri olmayıb. Onlar da eyni şəkildə bastırıb, biz də eyni bastırırıq. Yəni deyirsiniz, ölüsü ölən molla çağırmasa? Mənası nədir? Çağırsaq nə olur? Sanki bu molla Allahla ölü arasında bir vasitədirmi? Və yaxud da Allahla insanlar arasında bir təmsilçidirmi? Nümayəndədirmi? Nənəm dəfn olunanda molla yaxınlaşdı ki, bəs təlqin eləməyəcəksən. Yəni ərəbcə orada deyirsən ki, Rəbbin kimdir? Sanki orada konspekt verirsən ki, səndən soruşsalar belə cavab verəcək. Dedim ki, nənəm ömür boyu 7 yaşdan namaz qılır bu yaşa qədər. Heç dedim, indiyə qədər o dediklərini də çox gözəl bilir. Bunu eləməyin mənası yoxdur. Biri yaxınlaşdı ki, Yasin oxumayacaqsan, dedim oxuyacağam. Gəldi, dedim, gəlin Yasin'i sizə Azərbaycan dilində tərcüməsini oxuyum. Yasin əzbər bilirəm dedi. Amma tərcüməsini oxuyum. Tərcüməsini oxuyanda hamı belə qəribə bir, sanki yad planetli insan gəlmiş kimi baxır. Halbuki məni tanıyırlar oradakılarla. Və orada bir nəfər ağsaqqal yaxınlaşdı ki, oğul dedi, mən bu qədər yaşa gəlmişdim. İlk dəfədir ki, Yasində nədən bəhs edildiyini öyrəndim. İlk dəfədir ki, fərqli bir şey oldu və içində gizlədiyim, indiyə qədər dilə gətirmədiyim anlayışı burada gördüm.